Həli sabahın xeyirli olsun. Necəsən? Heç çıxmağına baxmayaraq şaxta güclüdür. Elə silsən pis külək vurur adam. Səmanın aydınlığına, şaxtaya görə səmanın təmizliyinə bax. Bəli. Parmakların üstünde bir bulut var. Nəinki parmaqların, başlı belimizin üstündə bax, bir dənə bulut da yoxdur. Ancak yüzeylerden daha uzaklardan Çevirirəm. Qar yalnız kuzeylərdədir, güneylərdə qarlayır. heç nə yoxdur. Dəri dağa dünənki kimi qarlayır yəqin. Dünənkindən də bizə. Məktəbimiz. Durduğumuz yerde çek. Çəkəcəm. Evlerin, ev damlarını çek. Hamısını çəkəcəm. Ha, oradan su yox, burada keçir. Ha, artıq keçidi başlayıb evin ərazisinə. Fikri ver, o çovğun burada gəlir. Dünən getdik, bu çovğunda ora bizi. Her tarafa kadar gelir çadır. Sökanın tuşuna kadar gelir çadır. Ehtiyatlı ol, düşərsən ev damlarına falan. ...1979-cu ildə 70-ci illərdən. Təxmini 79 falan var. Burada bir şəkil vardı. O şəkili çox axtarmışdım. Yazda onu çəkmək çətin idi. Ağaçlar burada vardı deyə imkan vermirdi onu çəkim. Demək, şəkil tam belə çəkilmişdi. O vaxtki lenslər fərqi təbii ki fərqli olub. O vaxtki lenslər, yəni hardasa lens belə bir lens olub. Evin yarısı düşmüşdü. İndi bu vaxtlar artıq təbii ki lenslər fərqlidir. Sol tərəfdən fikir verirsinizsə daha geniş ərazini belə götürə bilirəm. Amma təxminən bax, mən tam götürüm kadr olaraq ki, indi də solu yox, sağa verim yeri. Belə bir şəkil çəkilmişdi. Və mən onu artıq deməli 21, 26, 47 il sonra mənim doğulmadığım 79-cu və yaxud da 70-ci illər deyək, 70-79-cu illər arasında çəkilən o şəkil və mən 83 doğumluyam və mən o şəkili olmadığım dövrdə olan bir şəkili indi hal-hazırda 42 yaşımda mən çəkirəm. 47 il bundan əvvəl çəkilmiş
şəklin video görüntüsünü aram. Şəkili də bura qarşılaşdırıb qoyaram, baxarsınız. Və burada gördüyünüz kimi bura düşür. Burada pləkan var, o pləkan düşür. Tam mərkəzdə burada insanlar durur və arxada daşlar, bax o daşlar görünürdü və o ən arxadakı bu kahada görünür. Şəkili çox yerdə gördüm mən, amma şəkili tərs çəkmişdilər. Necə çəkmişdilər, onu da qoyaram, baxarsınız. Mənə atan adam dedi ki, bunu tanımıram, sonra Əli ilə danışdıq. Dedi ki, bura kəndin hansı istiqamətlidir? Elə bir ki, o tərəfdən görünürdü, kəndin o tərəfindən çəkilib. Biz müəyyənləşdirdik ki, şəkili o vaxtı düzgün çəkməyiblər və düzgün köçürməyiblər. Daha sonra şəkil olsa da düzgün köçürməyiblər. Biz onu düzəltdik. İndi o kadrları da inşallah buradan paylaşacağım. İndi bura baxaq bir dənə. Məsəl üçün bunlar, bu məhəllələr, bu yerlər, buralar, belə. Bir dənə də bu dizlərimi yerə qoyum, bu rakusu bir daha götürüm, belə. Və bu uçmuş ev damılar. O vaxtı var belə, içi hörlü olan da varmış. Allah şəhidlərimizə rəhmət eləsin. Həyatımın yaşadığım o 30 il buradan ayrı yaşadığım şəhər mühitində hər cür şərait olmana baxmayaraq yaşadığımız o yerlər bizə əziz olmadı. Biz ikinci vətən kimi orada yaşadıq, halbuki bizim bəli vətəndir, amma ana vətənimiz Azərbaycandır və o da onun bir şəhəri idi. Bakısında, Gəncəsində, Bərdəsində yaşayan, bir çox bölgələrində yaşayan bizim həm kəndlilərimiz bütün bunlara baxmayaraq özləri üçün yaşayış hesab etmədilər. Və indi heç bir quruculuğu olmayan hal-hazırda bu kəndimiz müharibədən sonra hələ bizdə təbii ki plandadır. Heç bir iş getməyib, amma yenə də bu kənd bizlər üçün həm belə lüks şəraitli yaşanılan evlərdən xoş gəlir. Belə Yusif dayını salamlayıram. Bu evdə o yaşayıb. Onun evidir. Bu rəhmətli Sadıq babanın emalatxanasıdır. Allah qəni-qəni rəhmət eləsin cəmi dünyadan köçənlərə. Aşağıda İbrahim babanın yeri, o tərəfdə rəhmətli Hacı müəllimin, uşaqlarının və burada mənim mamamgilin, Qarabağ bölgəsində bibiyə mama deyirlər, mamamgilin rəhmətlik, Tavad mamamgilin, şəhid Elşadgilin, Yavərgilin, Allah rəhmət eləsin hamısına. Bax, Əmrah, Xasay, Elxan, onları da buradan salamlayıram, dünyadan köçənlərə də rəhmət eləyirəm. Yazıq mamam ürəyi dağlı köçdü bu dünyadan, həm vətən həsrəti, həm şəhid dağı. Ondan sonrası isə Seyid Rıza babamgilin, Zakir, Ümbət, Məhəmməd dayımgilin, əzizlərimin, eləcə də mənim anam, Səkinə xalam, Güldəstə xalamgilin evləri. Ümbət dayı yaşayırdı, Ümbət dayının evi də hal-hazırda belə deyim. Allah dayılarıma uzun ömür, can sağlığı versin hər birinə. Onun arxasında klubdan sonra rəhmətlik Məhiyyəddin müəllimgilin, indiki alim Ədalətgilin, Adilgilin, Ədalət müəllim, Adil müəllim, Seymur doktor, alimlər, onları da salamlayıram, kəndimizin ziyalıları. Hiçbir söz olmaz, gözlerin yaman güzel. Üstüne hiçbir söz olmaz, gözlerin yaman güzel.
Sen ben yaman sevirəm Ürəkdən canlan sevirəm Mənə gəl elə hayat aşıq